Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Bu günleri 20 iyul 2025. Bərdə mal bazarına çəkilişimizə başlamışıq. Hal-hazırda ağsaqqalıma belə bir inəyi var. Balası erkəkdir bunun. Neçə günlükdür? Sütü bulama. Neçə litre sütü var ata? 13. Qiyməti 3000. Neçənci qarın? 3-cü balası. Hara malıdır? Bərdən Şatırlı kəndi. Ne güzel. Allah xeyirli bazar versin. Ağsaqqalıma belə bir inəyi var, gözəl kişinin. Yəqin ki öz qapı malıdır. Allah xeyirli bazar versin. Hara malıdır ata? Bərdən oyun Qaradəmisi kəndi. Ne güzel. Neçənci qarındır bu heyvanın? 4. Balası dişi. Sütü nə qədərdir bunun? 15. Ve üst əmcəyindən yemlə yoxsa biraz yem verirsiniz. Göğe bırakırsınız bunu. Göğe bıraksan ne kadar süt verer? Yoktan bilmirəm, onu çok verəcəm. Kuruyla 15 verir. Kuruyla 15 litre süt verir. Allah xeyirli bazar ver. Qiyməti nədir? 3800 manat. Allah senin bazarını versin ha güzel baba. Babanın da inəyi bu. Gördüğünüz gibi. Kardeşim bak böyle bir inəyi var. Geldim. Balası da dişidir. Damazlık. Bu neçənci qarındır? 4-cü qarındır. 4. Balası neçə günlükdür bunun? 15 günlük. 15 günlük. Sütü ne kadardı bunun? 25. 4'ündən 3'ündən 25 litre. Qiyməti nədir? Qiymətin belə 4'e deyirik, razılaşma olar. 4000'e deyirsiniz. Heyvan hara heyvanlı? Bərdalarının gələnə kəndi. Ne güzel. Gördüğünüz kimi 4'ündən 3'ündən 20. 3'ündən 23-25. Aha. Yemdən yemsiz. Bir öynə kəpəklə. Kəpəklə. Göğe çıxır bu heyvan. Bəli. Göğe çıxır. Allah xeyirli bazar versin. Əminin bax belə bir gözəl nəyi var. Gördüğünüz kimi. Bugünkü videomuza göre ne kadar beğenme gelecek vapşi. Ay maşallah olsun. İkiz de balası var. İkisi de erkək. İkisi de erkektir. İkizdirler. Değerli izleyicilerimiz. Gördüğünüz gibi yani ikiz baladılar. Simental. Bu neçənci qarındı? Hani 5-ci qarın. 5. Sütü ne kadardı belə? 20-22 litr kəpək. Balı ile balasız. Təmizi, balıya əmcək verə bilmirik. Çünki çox olur. Sağıb vedrədə verilir. Çok olur deyin, sağıp vedirada verirsiniz. Ne güzel. Öz kapı heyvanlı, güzel kişinin. Buyurun bakın. İkizdir bak, ikisi de erkektir. Kıymeti 4 neçə dedi? Ay maşallah. 5 min. 5 bin. Vallahi elə belə götürəndə elə balanın birinin qiyməti 1000 manat. Tavan qiymətinə 5000 manat. Nol 941. Bərdə Laçı. Bərdə Laçın. Ne güzel, ne güzel. Allah xeyirli bazar versin. Sağ ol. Telefonu koy. Babanın babaya bir dənə nəyi var. Maşallah olsun. Babası erkəkdir ha bunun. Dişi, damazlıq. Neçənci qarındı baba bu? 5-ci. 5. Sütü nə qədərdir? Sütü 14. Balı ilə balasız? 14 litre.
Qiyməti nədir bunun? Qiyməti 2600. 2600 manat. Qəşəng əmcəkləri var. 5-ci bala dedin ha? Gözəl. Qardaşım bax belə bir nəyi var. Gördüyünüz kimi. Balası da körpəli, dişidir deyəsən. Dişidir ha. Bu neçənci qarındasa? 4. Sütü nə qədər? 12 litr. Qiyməti nədir bunun? 2400. Sütü nə qədər? 12. 24 ay, 2400 ha? Balası da dişidir. Alınıb bu? Yox, satılır baba. Satılır. İstəyən bu 24'e deyirəm. 2000. Ha? Yok ha. Ama orada. Usta bu neçənci qarındı bu heyvanın? Gözəl kişi. Bu neçənci qarındı bu heyvanın? Ya bunun ikinci karnı. Ha? İkinci karnı. İkinci. Balası kişi. Balası kişi. Sütü nə qədərdir bunun? Ya bunu baha alava ne yok? Ya bunu baha veripler bana. Neçə almışsan? 3 milyon. Mazalan sen 3. Ha, Heç inanmaram. inan. Sen 3 min verəsən bunu. Ha, inan. Allah xeyir versin. Ha? 3 milyon. Sütü nə qədərdir? Diğer 10 litre. Dediyinə görə. Heç inanmıram 10 litr süt verən. Ya sen ver bak neye inanırsın? Hayır. Mabir mabir. Kardeşim belə kişi danaçaları var. Gördüğünüz kimi. Neçə iləndir bunların qiyməti əfə? 1100'ə. Yediğine verirse. Ha? Ha? Sizin də saqqal mı? Qiyməti neçə iləndir bunların? Bilmiyorum yani. Ama qiymətini bilmir. Bazar olsun. Sizin de bunlar aksaqqal. Kimindir be bunlar görə? Ananı boyub gedibsə. Hər vaxt yaxşı effekt ala biləcəyim mallar hansı sormalı? Aa. Malın qiymətlərindir. Ümumiyyətlə alıcılıq nətərdir bazarda? Gözəl kişi. Yox, gözdən aldı olsa satardım. Heç elə bir bölüm bazarda elə güclü də mal yoxdur. Hər yer bazarıdır. Allah hamınızın ruzu bərəkətini versin. Qaqa bazar olsun. Nətərsən nə var nə yox? Qiymətləri neçə iləndir bunlar? Baba neçə ilə aldın o 3 dənəni? 17 ilə, 1700 ilə. Allah xeyir versin. 1700 man. Allah kanka sen de buna bak. Bak oradan ağzına bak oradan bağlayayım bak orada. Ağaç bu. Hadi. Allah.
Bak edeyim oradan bağla. Bak o ağır boş. Bu da sandı bak. Hadi. Pazarın olsun güzel kişi. Neçeyle üst üste? 11 mi? Zafer. 97. Alsın. 15 Hey. Geçti bozma la. Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Bax belə birinci qarna, hamısı düyələr. Deməli, gözəl qardaşlar, gözəl insanlar. Hamısı anquz, içində 4-lü 5-li belə ağ simentallarımız var. Gördüyünüz kimi. Deməli, gözəl insanlar. 30 dənəsi balalı, qalan hamısı boğaz. Qiymətləri isə 2800-dən 3500'e kadar. Hamısı da maşallah olsun. Birinci qarna düyələrdir. Bax, simentaldır. Gördüyünüz kimi. Qiymətləri 2800'dən 3500'e kimi. 30 dənəsi balalıdır. Balalılar da buradadır. Gördüyünüz kimi. Əlaqə nömrəsi 050 571 71 57. Səhər bunu Bərdə Mal Bazarının videosunun içində də yerləşdirəcəyik bu videonu. Hamısı angus birinci qarna düyələrdir. Hamısı Şotlandiyadan gəlmiş. İçində 4 dənə boğası da var. Bax, onun sürüfdür. Bax, quyruğuna bax, dik qalıb. Bax, erkək onun sürüf. Hal-hazırda balalardakı hamısı hərəsi bir tərəfdədir. Bax, bu balalıdır. Erkəklər gene. Bax, erkəklər diri çəkisi 1 tondur. Bax. Bunlar ümumiyyətlə bax, balalıdır. 20 gündən sonra hörün alır. Bir ton diri çəkisi var. Səysən baş heyvandır. Ax, bunlardakı boğalardır. 4 dənə kəlləri var.
30 dənə də balaları var. Gördüyünüz kimi. Simentaldır, bax. Balaları. Səhər bunu Bərdə Mal Bazarının videosunda verəcəm. Bax, buğasıdır. 1 tondur çəkisi. 1 yaş 2 aylıq. Yəni kim istəsə buğalarını da ala bilər. Hamısı birinci qarına düyələrdir. Səksən baş heyvandır. İzləyicilər, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Gözəl qardaşlar, gözəl insanlar. Biz bu günləri Bərdə rayonunun Şirvanlı kəndində bax belə anquslarımız. Hamısı birinci qarna. 80 baş heyvandır. Hal-hazırda. 30 dənəsi balalıdır. Qalanındakı boğazdır. Birinci qarna. İçində 4 dənə erkəkləri var. Qiymətləri 2800-dən 3500 arasında dəyişir. Hal-hazırda balaları da ki görürsünüz. 30'a yaxın balası var. 30 dənə. Balalarını da ala bilərsiniz, yəni istəsəniz pulla. Ondan belə də ala bilərsiniz. 2800-dən 3500 arasında dəyişir qiymətləri. Hal-hazırda gördüyünüz kimi içində bir dənə də şarol var. Qiyməti qardaş. Bax erkəkdir, bax gələn. 4 dənə içində paşdı tona yaxın çəkisi var erkəklərin. Görürsünüz, bax onun arxasındakı da erkəkdir. Bax. Çox rahat heyvanlar. Allah kim alır xeyir versin. Buyurub baxa bilərsiniz. Ünvanımız yenə deyirəm, Bərdə rayonunun Şirvanlı kəndində. İçində bir dənə müsbət şarol var. Gözəl qardaşlar. Çox müsbət heyvanlardır. Çox. Qaqa hamısını yığ ora. Yığ ora qoy getsin. Simentallar satılıbdır. Balalardır. Baxın, görün nə gözəl balalar var. Balalarını da ala bilərsiniz. İçində bəzi bir iki dənə heyvanlar var. Yəni o bunlara sayda deyil da. 80 baş anqustur.
Gör nə qədər rahat heyvandılar ki. Bax, balaca kişi də bax girir onların içində rahat şəkildə hərəkət edir. Amma görüm yerli malın içinə belə girə bilərsən. Girmək olmaz. Girir. İnşallah kardeş. Teşekkür ederim. Sağ ol. Sağ ol. Ha, narazı. Narazı. Yaxşı. Amin. Allah uzamızı versin. Bir dənə ekranlarda bəyən. O qədər TikTok'da canlaşmışıq, ekran bəyənməsindən danışırıq ucu. Deyək mi? Şalım. 18 yıl var. 18 gün qalıb doğmağa. Videomuzu burada yekunlaşdırırıq. İnşallah birbaşa paylaşım edib səhər doğru canlıda olacaq burada. Salam dəyərli izləyicilərimiz, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Və belə 35 baş düyələr var. İkisi doğubdu. İkisi də elə böyünə səhrə doğasıdır. Hamısı birinci qarına simentallardır. Qiymətləri qardaş 4300 manatdan deyilir. Ünvanımız Bərdər rayon Həsənqaya kəndindədir. Birbaşa qardaş gəlirsiniz. Ürəyiniz hansı heyvan istəyir, seçib alıb aparırsınız. Buyurub baxa bilərsiniz. Əlaqə nömrə 050 571 71 57 ilə əlaqə saxlayın. Hansı heyvanlar istəyirsiniz gəlin. İstəyirsiniz doğanı, yəni həkim gətirin, yoxlatdırın. Südünə, selinə baxın, aparın. Südü də ki, gözəl qardaşlar. Yəni göyə zada çıxmır, adi otla 10 litr süd verir. Adi otla 3 məmədən. Yəni heyvanlar hamısı göz qabağındadır. Hal-hazırda gördüyünüz kimi buyurub baxa bilərsiniz. Hamısı birinci qarına düyələrdir. İlkina. Salam dəyərli izləyicilərimiz, hər birinizin sabahınız xeyir, hər birinizi xoş gördük. 1 iyul 2025-ci il. Bu günləri Bərdər rayon Həsənqaya kəndində belə 30 baş boğaz düyələrimiz çıxdı satışa. 4 ayından 8, nə bilim, eləsi var ki, elə bota doğanlar var. Deməli, dəyərli izləyicilərimiz, hal-hazırda heyvanlarımız hamısı gördüyünüz kimi cavan, birinci qarın düyələrdir. Gəlin, həkimlə gətirin, qardaş, yoxlatdırın. Qiymətləri də ki, cibinizə uyğun. Hamısı simental. Gördüyünüz kimi. Düyələrdir, birinci qarına, ilkinə. Buyurub baxa bilərsiniz. İndi o doğanları da var, onları da çəkəcəyik. Bir də
Yəni vota olan boğazları da çəkəcəyik. Qiymətlərimiz qardaş 4300 manatdan deyilir. İndi balalar var ki, onların qiyməti üzrə ayrıdır. Əlaqə nömrəsini qoyacağıq orada. Birbaşa ağsaqqalın özü ilə danışırsınız, qardaş. Öz qapısındadır, 30 başdır, öz üçün almışmış. Bu günləri pula ehtiyacı olduğu üçün satır. Çünki qoyun heyvanı ilə mal heyvanı tutmur. Birini saxlamalısan, ya qoyunu, ya malı. Onun üçün də qardaş məcburdur ki, ücə bunları sata. Öz üçün almışmış, yenə deyirəm, öz həyətinin, öz qapısının heyvanıdır. Hamısı da ki, heyvanlar muncuq kimidir. Bax, belə ürəyiniz istəyən, yəni bu alverçi zad deyil. Deyəm ki, alverçidir. Bu günləri, məsəl üçün, alıb satandır. Yəni, ilk qardaş öz qapısının heyvanıdır. Hamısı bax, indi o balaları da çəkəcəyik, ağır boğazları da çəkəcəyik, baxasınız. Heyvanlar hamısı ilk birinci qarına düyələrdir. Ən balacası 4 aylıq. Yəni, gətirin 4, 5, 6, 7, 8 aylıq boğaz heyvanlar. Gördüyünüz kimi. Birbaşa danışırsınız, simentaldır hamısı. Gəlib, alıb aparırsınız. Buyurun, baxın. İndi ağır boğazları da çəkəcəyik. Özü də ki, südləri bunların süd verimi çox yağlı, zığlı südləri olur bu heyvanların. Hal-hazırda gördüyünüz kimi hamısı gözəl, birinci qarına simentallar, deyələr. 30 baş heyvandır. 30'dur ha burada. 30 baş. 35 baş. Bunun balalayanı var, doğanı var. 2 dənəsi doğur. Və o ağır boğazlar hardadır? Hamısını göstərəcəyik, baxasınız. Qiymətləri 3300 manatla. 4300, üzr istəyirəm. 4300 manatla deyilir. 4300 manatla deyilir qardaş. Bir də eləsi var ki, yəni bu ağır boğazlar, balaları da satsan. Balaların qiyməti yəqin ki ayrı olar. Onların südləri nə qədərdir o, bax o doğan heyvanların? 10 litr verir. Nə verirsən yem? Yem verirsən, kəpək verir. Kəpək verirsiniz. Göy ota zalı necə? Yox, düşmür. Göy ota çıxsa bu heyvan 1-15 litr verər. 15 litr. Qardaş, nə var düzün demək lazımdır da. Yəni burada bu günlər deyək 15-20 litr süd verir birinci qarına. Yəni səhər aparıb gəlib deyirsiniz ki, ya yox qardaş bu 20 vermədi, 15 verdi. Məsələn 10 vermədi, 5 verdi. Nə var qardaş, gəlin sağıb kim istəsə apara bilər. Birbaşa. Hamısı birinci qarın düyələrdir, simentallardır. Yenə deyirəm, qardaş özü üçün almışmış. Qoyun heyvanı var deyin, kəlbəcər apar deyin, onun üçün də yəni satmalıdır. Yəni ya qoyunu satmalıdır ya bunu. Bu da ki alverçi deyil, bir şey deyil derseniz ki alverçidir. Çəkəcəyik, o balaları da çəkəcəyik, baxarsınız tam ətraflı. Ünvanımız Bərdalayın Həsənqaya kəndindədir. Gördüyünüz kimi. Buyurub baxa bilərsiniz. Əlaqə nömrəni bir dənə səsləndirək. 050 317 59 59. WhatsApp var o nömrədə? Yox, WhatsApp yox. Sən WhatsApplı nömrəni mənə denən bir də. 737 737 42. 40 42 WhatsApp olan nömrə.
Yəni eləsi var ki, Azərbaycandan yox, xaricdən sən narahat eləyəcəklər. Gördüyünüz kimi. WhatsApp olan nömrə, mobil nömrə, orada qeyd edəcəyik hamısını. Bərdar rayonu Həsənqaya kəndindədir heyvanlarımız. Hamısı ilk birinci qarına düyələrdir. Qiymətləri 4300 manatdan deyilir hamısı. İndi orada eləsi var ki, balalıdır. Onların qiymətləri yəqin ki, bir fərqli olur. Özü ilə danışarsınız da qardaş. Alan istəyir ucuz ala, satan istəyir baha sata. Onun üçün də hər şeyin dəyəri var. İndi bir dəqiqə bunun yoxdursa bir 300 kilo əti var belə. Hala çoxdur ki, az deyil. Hamısı da ki, cavan ilk birinci qarnı olan düyə heyvanlarıdır. Ən balaca boğazlığı 4 aylıqdır. 4 ayından 9-cu ayın içine qədər. Yəni qardaş, Allah xeyir versin. İnşallah yaxşı olar. İndi o boğazları da göstərəcəyik. Ağır boğazları, balalarını da göstərəcəyik. Baladan başqa 10 litr su da alırsan, Bəli. onda bir 12, 13, 15 litre kimi verir. Yəqin ki, bir məmədə balanındır. Bir 13 litr verir onda. O da kəpəklə. Hələ göy ota çıxsa 15-18'ə kimi süd verəcək bu heyvan. Çox verəcək, bəli. Çünki hər şey boğazından asılı olan şey. Sən buna qəşəng qulluq eləsən, həlbət ki, gözəl də yəni məhsul verəcək. Südü də ki, çox yağlı, gözəl. Hamısı cavan. Bilirsən ki, ilkinə heyvanlardır. Bax, dəyərli izləyicilərimiz, bax, gördüyünüz 2 dənə doğanlardır. Sağlıqdır, səhər-səhərdə. Bunun balaları hanı da? O sağ tərəfdə. Axırın tərəfdə. Onu oradan götürmək olar, kadronu görəm, keçir. Bər gətirək. Yox, çəkək də bir dənə. Ha, ne götürürsün? Onlar dur biz. Balaları bax oradadır, bax qabaq tərəfində. Bax, elə görükür, yox, getmə. Simental bizdə. İkisi də simental. Erkək dişi. Çi. Dişi. Bərəkətli olsun. Bax, bunlar da ki, ağır boğaz olanlardır. Bunun nə qədər qalıb doğmağına? Bu yerə baxın. Abi səhər. Böyün səhər. Birinci qaldı. Birinci qarma. Dediyim kimi, dəyərli izləyicilərimiz, qiymətləri 4300 manat. Qardaşın əlaqə nömrəsi orada var. Biz də hala deyirik 050 737 4042 WhatsApp nömrəsi. Mobil nömrəsi də 050 neçəydi? 317 59 59. Xeyirli uğurlu olsun. Nəsə əlavə eləmədiyin varsa buyur. 3 dənə də ha burada. 3 baş, yəni boğaz, ağır boğaz olanlardır. Allah bərəkət versin. Allah xeyirli bazar versin.